Esselamu Aleyküm möhtərəm müsəlmanlar. Möhtərəm müsəlmanlar, bir təsirli hədis oxumaq istəyərdim sizin üçün. Səhabələrin Allah Resulü sallallahu aleyhi və səlləmi sevməyi haqqında. Və istərdim ki, müsəlmanlar da, bütün müsəlmanlar Allah Resulü sallallahu aleyhi və səlləmi belə sevsinlər. Hətta onu görmədən, onu eşitmədən onu sevsinlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün ölümündən bir neçə gün əvvəl səhabələrlə halallaşmaq üçün insanları məscidə toplayır və minbərə çıxaraq müraciət eləyərək deyir ki, əgər kiminsə haqqına girmişəmsə, kimisə incitmişəmsə, kiməsə əziyyət vermişəmsə, dinar və dirhəmin xeyir verməyəcəyi gün gəlməmişdən öncə qisasını alsın. Onun haqqını ödəmək istəyirəm. Bu zaman səhabilər Allah Rasulunun bu sözlərinə tab gətirməyib ağlamağa başladılar. Və Allah Rasulu bunu bir daha təkrar edəndə səhabilərdən biri ayağa qalxaraq əlini göyə qaldırdı. Və ey Allahın Rasulu, mən səndən qisas almaq istəyirəm, dedi. Səhabilər təəccüblə həmin insana baxırlar və həmin insanın bu sözləri deməyini anlaya bilmirlər. Bu zaman Əli bin Əbi Talib ayağa qalxır və deyir ki, ey Allahın Rasulu, izin ver, bu insan sənin qisasını məndən alsın. Sonra Abbas radiyallahu anhu o da qalxır və deyir ki, ey Allahın Rasulu, qoy məndən alsın qisasını. Lakin həmin insan, həmin səhabi etiraz edir. Deyir, xeyr, mən qisası Allah Rasulunun özündən alacağım. Və sonra Allah Rasulu sallallahu aleyhi və səlləm həmin insana, həmin səhabini yanına çağırır. Və o gəlib düz Allah Rasulü sallallahu aleyhi və səlləm ilə üzbəyüz dayanır. Allah Rasulü onu görür və tanıyır. Bu Ukkaşə idi. Hansı ki Allah Rasulü sallallahu aleyhi və səlləmin ən sevdiyi səhabələrdən biri idi. Və o həmin səhabəyə qayıdaraq deyir, ey Ukkaşə, mən ki sənin sorğusuz, sualsız cənnətə girməyin üçün Allaha dua etmişdim. Lakin Ukkaşə, ey Allahın Rasulü, amma sən kimin məndə qisası varsa qisasını məndən alsın istədin. Və mən də bir gün biz cihada toplaşan zaman sən cərgələri düzəldərkən məni öz əsanla vurdun. Və mən də həmin o vurduğuma görə də onun qisasını səndən almaq istəyirəm, ey Allahın Rasulü. Və istəyirəm ki, səndən qisasımı alın. Allah Rasulü sallallahu aleyhi və səlləmin bu sözdən sonra həmin cərgələri düzəltdiyi əsanı gətirməyini əmr edir. Həmin əsanı gətirirlər və o əsanı Ukkaşəyə verir. Və sonra kürəyini açaraq, ey Ukkaşə, vur deyir. Bu zaman səhabilər bu mənzərəyə tab gətirməyərək hönkür-hönkür ağlayırlar. Ukkaşə əsanı göyə qaldıraraq elə silkələyir ki, orada məsciddəki səhabilərin hamısı bunu görür və əsanı 3 dəfə silkələyir və sonra onu geri tulluyur. Və Allah Rasulü sallallahu aleyhi və səlləmin kürəyini açdığı yerini öpür. Allah Rasulü bunu görərək geri dönür və ey Ukkaşə, sən ki qisas almaq istəyirdin, niyə belə etdin deyə soruşur. Ukkaşə radiyallahu anhu, ey Allahın Rasulü, sən bizi bura toplayarkən mən nələrin baş verdiyini anladım və sənə son toxunan özüm olmaq istədim. Anam, atam, nəfsim sənə fəda olsun, ey Allahın Rasulü, səndən kim qisas alar ki? Həqiqətən də bu sözlər səhabələrə çox dərin təsir göstərdi. İnsanlar göz yaşlarını saxlaya bilmirdilər. Çox ağrılı, çox kədərli bir mənzərə idi.
Çünki hamı anlayırdı ki, Allah Rasulü axırıncı günlərini səhabələri toplayıb halallaşmaq üçün onlardan haqqını ödəməyini istəyir. Lakin səhabələr Allah Rasulunu o qədər sevirdilər ki, hətta bu mənzərə belə onlarda çox böyük bir kədər hissi yaradırdı. Bax, bu səhabələrin Allah Rasuluna olan sevgisinin böyüklüyü idi. Həqiqətən də İslam dini üçün canını, malını, hər bir şeyini fəda edən Allah Rasulü heç bir şeylə gəldi və heç bir şeylə dünyadan köçdü. Onun nə malı, nə mülkü, nə torpaqları, nə evləri, heç nəyə yox idi. Heç nəyi. Halbuki hər bir şey ola bilərdi. Hər bir şey ola bilərdi. Bütün müsəlmanlar ona beyət eləmişdilər. Onu özünə padşah, onu özünə kral, onu özünə sultan seçmişdilər. Lakin Allah Rasulü sallallahu aleyhi və səlləm bu dünya nemətlərinin heç birindən yararlanmaq istəmədi. O sadəcə Allahın dini üzərində yaşadı, Allahın haqqını ödədi və müsəlmanların haqqını ödədi və müsəlmanların başçısı kimi də haqqı üzərində dünyadan köçdü. O dünyadan köçəndə onun özünə məxsus olan cəmi bir səbət əşyası var idi. Başqa heç nəyə yox idi. Həqiqətən də Allah Rasulü öz həyatı boyu yalnız müsəlmanların, bizlərin nicata çatmağımız üçün, bizlərin haqq yoluna yönəlməyimiz üçün əlindən gələn hər bir şey etdi, özünü fəda etdi. Və biz də müsəlman olaraq bunun qədrini bilməliyik. Bu insanın, bu şəxsiyyətin bizlər üçün etdiyinin haqqını ödəməliyik. Şübhəsiz ki, Allah subhanahu wa ta'ala hər şey gücü yetəndir. Hidayət də ondandır. İmanın yüksəlməyi də, aşağı düşməsi də Allahdandır. Lakin səbəb olaraq biz əlimizdən gələn hər bir şey etməliyik. Həqiqətən də biz bir müsəlman olaraq öz dinimizi yaşamalıyıq və dinimizi öyrənməliyik. Allah müsəlmanları qorusun. Vəssalamu aleykum və rəhmətullah.